Bir insan misal üçün istər-istəməz baxır ki, insanlar 365 gün İtaliyaya gedən Romadan Kolizeyin qabağından paylaşır. Biri Çinə gedir, o Çin divarlarının qarşısına paylaşır. İstər-istəməz bu da təbii olaraq fikirləşəcək ki, mən də Kəbəyə və yaxud Mədinəyə, Məşədə, Kərbalaya gedəndə mən niyə paylaşmayım ki? Yəni məntiqlidir da, bu da paylaşmaq haqqı var. Eyni zamanda bir tərəfdən bu insanlar onu mesaj göndərirlər ki, baxın, mən yaxşı insanam. Və yaxud da mən yaxşı həyat yaşayıram. Bu həm də bir şuurlu və şuursuz mesaj da ola bilər ki, yəni mən bu əhalinin bu qrupasına aidəm və yaxud da insanlar arasında bu cəmiyyətə aidəm də, yəni müəyyən bir cəmiyyətlərə. Ona görə də biz bu insanlar qınamalı deyilik və həm də unutmamalıyıq ki, hər kəsin niyyəti fərqlidir. Kimsə misal üçün gedib Məkkə olsun və yaxud da istənilən başqa bir dini ibadət, ziyarətgah yeri olsun, oradan paylaşıb ürəyində yaxşılığı yaymaq məqsədi ilə edə bilər. Fikirləşir ki, kimsə gedib gecə klubundan paylaşım edir, bunu yayır. Mən də gedib Məkkəni paylaşım. Burada pis nə ola bilər ki? Yəni, biz yenə də niyyəti də unutmamalıyıq və insanların təsdiq və bəyənilmə istəyinin də olmasını unutmamalıyıq.